Allah razı sağ olun. 92'de çıkmışıq da bu yaşda adamım 35 yıl var. O müsibətləri Allah bizə gösterdi ama bugünkü güne min şükür. Bugünkü günü de gösterdi Allah. Allah cana prezidentimizi korusun. Hərbimize Allah ömür versin, can sağlığı versin, korusun hərbimizi. Şehitlerimize Allah rahmet eləsin. Şükür bugünkü güne. Bak bu benim hayatımdı, o evimdi. Min şükür. Her şeyden razıyım ben. Heyvandarlıqla məşğul olmuşam tarixən. Tarixən Laf Qarabağdan buradan gedəndə mən heyvandarlıqla bizim kənd məşğul olub. Arıçılıqla, heyvandarlıqla. Min şükür indi bugün arımız da var, heyvanımız da var, həyatımız var, toğlaqsı var, geniş yeri var, saxlamağa geniş örüş var. İşığı yandı, gazı yandı, suyu aç, görsün ağarır. Neyləməliydi? Biz buradan Qarabağdan gedəndən bir dənə çadır, balaca and olsun Allah, 3 baş ailə bir çadırın altında qalmışıq. Fikirləşirdik Allah, görən bir çörək, yaban çörəyi pekarın qabağında o çirtə dururdu, qırğınıdı. Çörəyi kəndə gətirdilər, o da satıcının ailəsi olanı deyirəm. Uşağım demiş ki, dedi ki, gətirmə bu kəndə çörəyi. Ona vermirsən, sən niyə gətirsən çatmır. O günlər vardı, bu günə şükür, hansı dükana gedirsən ağzına atan hər şey var.